Ara baxırsan 101 yanğın söndürəndir. Yığ nömrəni de. Yanğın var. Filan ünvana gəlin. Yanırlar. Zəng elə 101-ə. Yanğın olsa evdə, damda, dəhlizdə. Söndürmə işi əla gedir bizdə. Lap elə belə. İstəyirsən götür zarafatla zəng elə. De ki, filan nömrəli kitab mağazasında yanır filan şairin misraları. Bəh, bəh, düzülər yola qırmızı maşın sıraları. Gəlib yanğını görməyəndə barmağını dişlər. Yağar sənin naməlum ünvanına söndürülməmiş söyüşlər. 101 söndürəcək, arxain olun. Təki siz zəng eləyib ünvan verin. Dəhşətli vulkan göstərin. Deməz bacarmaram. Qolunu çırmalayıb döyüşə girər 101. Biraz çətin olar, amma söndürər 101. Bəs yanğın salmaq istəyəndə hara gedim, kimə zəng eləyim? Ürəklər var ki, buz bağlayıb, baxışları soyuq, nəm, bəbəyinə yanğın salmaq istəyirəm. Yanğın salmaq istəyirəm qəlbində nifrəti, məhəbbəti ölənlərin canına. Yanğın salmaq istəyirəm, bəli, bəli deyənlərin vicdanına. Yanğın salmaq istəyirəm ütülənmiş, sığallanmış iclaslara. Yaz kimi keçən toylara, göz yaşından məhrum yaslara. Yanğın salmaq istəyirəm anadan müdür doğulanların quru ədasına, soyuq səsinə. Yanğın salmaq istəyirəm kitabların, qəzetlərin soyuq səhifəsinə. Hara gedim? Kimə zəng edeyim? Hə?